Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Əmmə ba'd. Ən birinci Allah Teala bizə verdiyi bütün nemətlərə görə Allaha çoxlu şükürlər olsun. Və sonra sevgili qardaşlar, bilirsiniz ki, İslamda əməl eləyən çoxdur. Və bəzən olur ki, insan əməlləri ilə çaşır, doğru yoldan azır. Elə bilir ki, onu əməlləri xilas edəcək. Əlbəttə ki, əməl mütləq şəkildə lazımdır. Amma əməlin əsası qəlbdə yerləşir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, bütün əməllər niyyətə bağlıdır. Və görürsən ki, insan ibadət eləyir, namaz qılır, oruç tutur. Görürsən ki, əxlaqında problem var. Görürsən ki, ola bilər ki, elə iş görür, elə namaz qılır ki, onun namazı qəbul olmaya bilər. Orucu qəbul olmaya bilər. Duaları qəbul olmaya bilər. Və şeytan insanla oynayır. Ona görə 3 dənə məsələ var ki, onları etsən, həm qəlbin islah olar, həm əməlin qəbul olar, həm də Allaha sevimli qul olarsan. Birincisi, həmişə birinci odur ki, Tohiddir. Yəni, tohiddə möhkəm olmaq. İxlaslı olmaq bütün əməllərdə. Yəni, bunlar qəlbə daxil olan məsələlərdir. Tohid, Allah Teala'ya varlığını qəbul etmək, rububiyyə tohidi, uluhiyyə tohidi və əsma və sıfat tohidi. Və bilirsiniz ki, yəni, bu vaxtda çox geniş danışmaq istəməzdim, vaxtımız azdır. Qısa odur ki, rububiyyə tohidi Allah Teala'nın yaradıcı olması və Allah Teala'nın bütün kainatı idarə etməsi, bunu hamısı qəbul edir. Hətta görürsən ki, qeyri-müsəlmanlar da, kafirlər də, müşriklər də bunu qəbul edirlər. Allah Teala yaratıb yeri göyü və onlardan soruşsan ki, yeri göyü kim yaratır? Deyərlər Allah. Və uluhiyyə tohidi Allah Teala'nı və yalnız ona ibadət etmək. Yəni, tək tutaraq ona ibadət etmək. Bax, məsələ burada artıq nə olur? Çətinə düşür. Yəni, insanlar görürsən ki, başqa şeylərə ibadət edir. Müsəlmanlar hələ. Və adı və sifətlər Allah Teala'nın feilləri var və Allah Teala'nın adları, sifətləri var. Onlarla dua edirsən və s. Və tohid məsələsində daha ciddi olmaq, daha möhkəm olmaq lazımdır. Yəni, bax, indi insan bu günləri görürsən ki, bir məsciddə bir neçə cür namaz qılan var və bir neçə cür əqidə var. Axı Rasulullah sallallahu aleyhi ve sellem bizə bir dənə yol öyrədib. Allah bizə bir yol qoyur. Bəs necə olur? Bax, şeytan onda sənə təsir edir. Məsələn, deyir ki, sən Allah'ı danmırsan ki, yəni Allah Teala'ya var, əlbəttə, yeri göyü yaradıb, ancaq onun vasitələri var. Gerçi şeytan gəlir, başlayır sənə vəsvəsə verməyə, yoldan azdırmağa və o vasitələrlə sənə dəlillər də gətirir, öz fikirlərin, özü istədiyi kimi, Allah və Rasulun istədiyi kimi yox, özü istədiyi kimi sənə azdırır. Və həmçinin ibadətdə, məsələn, gəlir, deyirsən, məsələn, ibadət edirsən, ixlaslı olmaq lazım, görürsən, riya girir sənə. Görürsən, kimisə görəndə ibadət edirsən, daha gözəlləşdirirsən, sədəqə verirsən, oruç tutursan. Artıq sənin nədir ibadətin qəbul olmadı. Kim Allahla şərik qoşarsa, yəni şərik qoşarsa bir şey və onun etdiyi əməli də özünü də tərk edir Allah Teala. Və həmçinin Allah Teala'nın ad və sifətlərində, bilirsiniz, feillərində bəziləri inkar edir tamamilə, bəziləri inkar edir. Və Allah Teala'nın ad və sifətləri var. Və onlar Allah Teala'nın böyüklüyünə, ucalığına dəlalət edir. Yadınızda saxlayın, bütün adlar hamısı Allah Teala'nın ucalığına dəlalət edir. Bu qaydadır, yəni yüksəkliyinə dəlalət edir. Və yəni birinci tohiddir. Şeytan gəlir bu cürünü, yəni insana başlayır azdırmağa.
azdırmağa başlayır, hər dəfə vəsvəsələrlə, bəlbəzəklik göstərməklə və s. İkincisi, Resulullah sallallahu aleyhi və səlləmin yolunu getmək. Və görürsən ki, əgərləri sən Resulullah sallallahu aleyhi və səlləm yolunu getməsən, artıq sənin əməllərin qəbul olmur. Və ixtilafa düşürsən. Çünki Resulullah sallallahu aleyhi və səlləm çoxdan bizə xəbər verdi. O vaxt dedi ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Çünki insanlar dini öz ağıllarına mənirlər, idarə edirlər, öz ağıllarından fikirləşirlər. Ona görə uzun müddət keçdikcə, məsələn, o hansı ki firqətlər var, hansı ki bidətlər var, illər keçdikcə daha ağırlaşır, daha çətinləşir, daha bir-birinə düşmən olurlar. Yəni, daha sərt şəkil alır, tamamilə dəyişilir. Yəni, əvvəl baxırsan ki, cüzi bir şey idi, xırda bir məsələ idi, indi görürsən ki, əməlli başlı böyük bir fitnəyə səbəb olur. Ümumiyyətlə görürsən ki, din sayılır. Məsələn, sufilər, o vaxt görürsən ki, ibadət eləyirlər, amma nəyə görə sufi deyirlər? O qoyunun tükünə suf deyirlər, ona bürünürlər, ikisi havada təsəvvür edirlər. O cür paltar, qalın, yum paltar geyinirlər. Qalın. Və o cür ibadət edirlər ki, qoy bu əziyyət çəksin, ibadətləri qəbul olsun. Və getdikcə fikirlər dəyişdi, getdikcə indi sufi gənə din kimi sayılır. Yəni, İslam dini sufi dini. Bunlar hamısı da bu cür əmələ gəlib. Çünki Resulullah sallallahu aleyhi ve sellem dedi ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Və yolun müalicəsini də dedi. Nədir? Sizə sünnəmi və Raşidi xəlifələrinin sünnəsini tövsiyə edirəm. Raşidi xəlifələr kimdir? Əbu Bəkir, Ömər, Osman, Ali radiyallahu ta'ala anhum əcməin. Və onlar özlərindən bidət gətirməyiblər və özlərindən din gətirməyiblər. Bax, bura bir dənə diqqətli ol. Ona görə ki, onlar yeni bir şey eləmirlər. Onlar dini doğru düzgün başa düşürdülər. Və Resulullah sallallahu aleyhi və səlləm onlara nə elədi? Təzkiyə verdi ki, həqiqətən də onlar dində heç bir şeyi əlavə eləməyəcəkdilər. Yəni, Resulullah sallallahu aleyhi və səlləmin gətirdiyi dini olduğu kimi başa düşüb, olduğu kimi hökm verəcəklər. Olduğu kimi nə edəcəklər? Başa düşəcəklər və eləyəcəklər. Ona görə onlara bağlanmağı bizə tövsiyə elədi. Və bugün görürsən ki, ixtilaflarda bunu deyəndə əsəbləşirlər artıq. Gör, nə qədər uzaqlaşıblar ki, Allah və Rasulundan danışanda, ayət deyəndə, hədis deyəndə görürsən ki, əsəbləşir və yaxud da ona qarşı artıq nə qurur? Müharibə aparır. Dəhşətdir. Yəni, bu artıq ona gətirir ki, bizdən əvvəlkilər də uzun müddət tərk elədilər. Qəblənin daşa dönməsinin səbəbi nə olduğuna görə ayədə gəlir. Necə ayədə gəlir? O cür uzaqlaşdılar. Uzun müddət keçəndən sonra artıq qəblələri daşa döndü. Görsən, mərhəmət də etib hətta. Artıq yalan danışırlar, böhtan. Allah və Rasulundan böhtan atırlar artıq. Allah və Rasulundan ayəsinə böhtan atırlar. Yəni, əməlin qəbul olması üçün mütləq Resulullah sallallahu aleyhi və səlləmin gətirdiyi yolu getməlisən. Yəni, ona uymalısan, o yolu getməlisən. Yoxsa, gör nə qədər insanlar var, hərəsinin öz fikri var, hərəsinin öz düşüncəsi var. Və o qapını açsa, gör nələr olur və ona görə də gördüyümüz kimi, hələ bu zahirən göstərir ki, burada biz əyərləri bir yerdə deyiliksə, cənnətdən ətər olacaq, hərə bir yolda. Allah bizi qorusun. Və üçüncü bu şey odur ki, Allahdan qorxmaq. Bu mühüm məsələlərdən birisidir. Təvhid, ixlaslı olmaq, ikincisi Resulullah sallallahu aleyhi və səlləmin gətirdiyi dinə uymaq, onun yolunu getmək. Üçüncüsü nə idi? Allahdan qorxmaq. Bax, insan savadlıdır, məsələn. Hər hansı bir mütəxəssis olsun, hansısa bir iş üzrə. Görürsən ki, təqva yoxdur, yalan da açır. İşində saxtakarlıq edir, zülm edir. Nəyə görə? Çünki Allahdan qorxmaq lazımdır. Və həmçinin yəni Allah Taala nazil etdiyin düzgün başa düşmək, doğru, saf qəlblə yaxınlaşmaq lazımdır. Nə cür ki, məsələn, hər hansısa bir müxalif eləsən hansısa bir qanuna bütün dünyada belədir. Əlbəttə ki, cəza alırsan. Hətta ölüm hökmünə kimi gedib çıxır. Nəyə görə?
Çünki müxalif olursan. Və bu, sən elə bilirsən ki, Allah və Rəsuluna müxalif olsun, cəza almayacaqsan. Elə deyil. Ona görə də qorxmalısan. İnsanın qəlbində qorxu olmalıdır. Sevgi ilə bərabər olmalıdır. Çünki Allah Subhanahu taala sən azsan, Allah Taala sən doğru yoldan çıxsan və ibadətlərdə və əməldə doğru olmasan, Allah Taala səni cəzalandıracaq. Səni cəzalandıracaq və sənə malva, məsələn, və yaxud da özvə sağlamlıqla və hər yerə, yəni hər bir şeylə Allah Taala'nın gücü hər şeyə yetir və Allah Taala hər bir şeylə səni cəzalandıra bilər. Ona görə qorxu lazımdır. Və bil ki, kimisə haqqını yeməməlisən, kiməsə zülm etməməlisən və xüsusən də Allah və Rəsulunun haqqına girməməlisən. Yəni, bunlar təhlükəli məsələlərdir. Ona görə də sən əgər həqiqətən də bu üç şey səndə varsa, sən artıq şeytandan uzaqlaşmısan. Şeytan sənə yaxınlaşa bilməz, vəsvəsə verə bilməz və səni azdıra bilməz. Çünki sən Qurana bağlısan. Qurana, sən bağlısan təvhidə, sən bağlısan ixlasa və sən ibadətlərini Quran və sünnə buyuran kimi bilirsən və Rəsulullah sallallahu aleyhi ve sellem yoluna və aranızda bir ixtilaf olsa Allah və Rəsuluna qaytarın deyir. Bu daha yaxşıdır, daha doğrudur, daha düzgündür və bu xeyirlidir. Və hər bir məsələ bu cür həll olunmalıdır. Və həmçinin dediyim kimi Allahdan qorxmaq. İnsanın qəlbində Allahdan qorxu yoxdursa, hər cür şirkinlik eləyir. Hər bir pis əməl eləyir. Hər bir işə əl atır. Çünki o fikirləşmir ki, o cəzalanacaq. O cəza almağın fikirləşmir. Qorxmur deyir. Çünki Allah Taala möhlət verir. O möhləti elə bilir ki, o cəzasız qalır deyir. Həmişə belədir. O elə deyil. Allah Taala sənə sadəcə möhlət verir. Allah Taala deyir ki, Allah buyurur Quranda ki, Allah həmən cəzalandırsaydı yer üzərində bir canlı qalmazdı. Allah Taala'nın vədi var. Yəni o vaxta kimi sən iki yoldan birini seçməlisən. Ya düzgün, ya batil yolu. Və o hansını istəsən gedəcəksən və sənə şuur verir və sənə dəlil göndərir və sənə alimlər belə göndərib ki, doğru yola gələsən. Yəni bizim dinimiz bu cür gözəl bir dindir və ona görə də sələf alimlərimizdən, keçmiş alimlərimizdən yəni bu haqda oxuyanda, baxanda, görəndə görürsən ki, onlar necəydilər. Və görürsən Şeyx bin Baz rahmetullah aleyhi bir gün dərsdə edir. O ayəti oxuyanda İbrahim əleyhissalamla oğlu İsmail əleyhissalam Kəbəni bərpa edirlər, tikirlər və o ayətdə deyir ki, onlar deyir, binanı qaldırırlar, Allahın evin və deyirlər ki, ey Rəbbimiz, bizdən qəbul elə və sən eşidən və görənsən. Deməli, adam nə inir? İbrahim əleyhissalam, ən sevimli insanlar, Allahın dostu və oğlu İsmail əleyhissalam peyğəmbərdir o da. Adları bilirsiniz, ölüb və əmir Allahdan gələn bir əmirdir. Və müqəddəs bir yerdə iş görürlər. Allahın evin, yəni Allah evi deyəndə Allah üçün ona gəlib qalmaq üçün, insan öz ağlına bu bayaq dediyim kimi qaytaranda, Quran və sünnədən uzaqlaşanda Allah evi, yəni o elə bilir ki, nəsə evdir Allah üçün. Yox, sadəcə Allaha izafə olunur. Allahın evi, yəni oranın şərafətli, yəni oranın gözəl, yəni bir yer olmasına dəlalətdir. Və o Allahın evini qaldırırlar və oranı tikirlər, onunla bərabər ilə Allaha dua edir ki, Allah onlardan qəbul etsin. Etdiyi əməllər pis deyil, yaxşı əməldir. Və etdiyi əməllər Allahın əmridir. Və eləyənlər xeyirli insanlardır, peyğəmbərlərdir. Və onunla bərabər Allahdan istəyirlər ki, Allah onlardan qəbul etsin. Şeyx deyir, dəstə 5 dəqiqəyə yaxın ağladı. Subhanallah. Yəni, nəyə görə? Çünki onlar o cür xeyir əməl görüb, o cür xeyir əməl görüb, hələ də Allah Taala'dan da istəyirlər ki, Allah qorxurlar ki, Allah onlardan qəbul eləməz birdən. İstəyirlər ki, qəbul olmağın üçün dua edirlər. Ona görə də biz də çalışmalıyıq ki, qabaqdan keçdi Ramazan artıq daha doğrusu. Ramazan keçdi. Amma bax görürsən ki, onu bir də dala qaytarmaq olmur. İndi Şəvval ayındayıq. Şəvval oruclarını kim tutur, ola bilsin kimdəsə qalıb. Yəni, yenə də oruclar var, yenə də ibadətlər var, yenə də xeyr əməllər var. Yəni, İslam insanları ancaq xeyrə dəvət edir. Həm qəlbin, həm atdığın addımın, həm dediyin sözün, həm etdiyin əməlin hamısının xeyirlisini deyir sənə. Yaxşısını deyir. Baxmayaraq ki, bugün
müsəlmanlar İslam dini adından olmayan şeyləri eləyirlər. Yəni onu bizə həmişə qəbahət kimi göstərirlər. Halbuki onun bayaq dediyim kimi İslamla heç bir əlaqəsi yoxdur. Və insanların özlərinin din etdiyi bir şey də olar. Ona görə də inşallah biz də çalışmalıyıq ki, əməlimizi yaxşı edək, niyyətimizi yaxşı edək. Şeytanın şərrindən qorunmaq üçün Allaha sığınaq. Və yəni bu əməlləri sən etsən, şeytan səndən uzaqlaşar. Və sən azmaqdan qorunarsan Allahın izni. Və Allah Taala bizi xeyirli etsin. Allah Taala bizi xeyir içərisində etsin daim. Ölkəmizi əmin-aman içərisində etsin. Allah bizə xeyir qapıları açsın. Allah Taala xəstələrimizə şəfa versin. Allah Taala bütün müsəlmanlara kömək olsun. Allah əsgərlərimizi qorusun. Allah ölkəmizi əmin-amanlığını qoruyanları qorusun. Allah Taala ölkə başçımızı qorusun. Onu xeyir üzərində etsin. Və ona güc versin. Bütün işlərində həmişə qalibiyyət versin. Uğurlar versin. Allah Taala bizim üçün ruzi qapılarını açsın. Həmişə xeyirli, bərəkətli, halal, rahat ruzi göndərsin. Allah Taala bizi xəstəliklərdən, cüzamdan, vəbadan, taundan və s. bu cür kimi xəstəliklərdən bizi qorusun. Allah Taala bəlalardan bizi qorusun, müsibətlərdən qorusun. Allah Taala eşidən, bilən, görən duaları qəbul edəndir. Subhanakallahumma bihamdik nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ileyk.